Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni İlhamə Qasımova həyatı ilə bağlı bilinməyən faktları açıqlayıb. Bakus xəbər verir ki, Elcanlı verilişinə qonaq olan ifaçı Amerikada yaşadığını və polis işlədiyini qeyd edib. Almaniyada universal muziklə müqaviləm olub. Bu müqavilənin müddəti 4 illik idi. 2012-ci ildə Berlində mükafat almışam. Amerikada da yaşamışam. 2 il yarım polis işləmişəm.